Salam. Ürək dayanması. Bu, yəqin ki, həm xəstə, həm yaxınları, həm də həkimlər üçün ən kritik, ən həyəcanlı anlardan biridir. Amma əsas məsələ təkcə ürəyi yenidən işə salmaq deyil. Bəs sonra? O həssas dövrdə, yəni ürək işə düşdükdən sonraki saatlarda, günlərdə xəstəyə necə qayğı göstərməliyik ki, onun həyatı, xüsusən də beyin funksiyaları qorunsun? Bax, bugün məhz bu çox vacib sualların cavablarını axtaracağıq. Əlimizdə çox mötəbər bir mənbə var, Amerika Ürək Assosiasiyasından, yəni AHA-nın 2025-ci il üçün kardiopulmonar reanimasiya və təcili ürək damar qayğısı üzrə ən son təlimatlarının 11-ci hissəsi, ürək dayanmasından sonraki qayğı. Təsəvvür eləyin, təkcə Amerikada ildə az qala 700 min insan bu vəziyyətlə üzləşir. Yəni, çox ciddi rəqəmdir. Bu təlimatlar da həyat qurtarmaq və nəticələri yaxşılaşdırmaq üçün, necə deyim, ən müasir elmi bilikləri cəmləşdirir. Bizim də bugünkü missiyamız nədir? Sizin üçün bu həqiqətən ətraflı sənətdən ən əsas, praktikada işə yarayan, bəzən də hətta təəccüblü yenilikləri çıxarıb, anlaşılan dildə, söhbət şəklində çatdırmaq. Gəlin, bu vacib mövzunun dərinliklərinə birlikdə inək. Bəli, çox düzgün vurğuladınız. Bu təlimatlar reanimasiyadan sonraki o kritik saatlar, günlər üçün əsl yol xəritəsidir. Və burada əsas məqsəd təkcə xəstəni həyatda saxlamaq yox, həm də onun gələcək həyat keyfiyyətini, xüsusilə nevroloji funksiyalarını qorumaqdır. Belə başa düşürəm ki, təlimatlar ilk 10 mesaj deyilən bir bölmə ilə başlayır. Yəqin ki, bu ən vacib yeniliklərin qısa xülasəsidir, eləmi? Bəli, tamamilə doğrudur. O ilk 10 mesaj əsas, praktikada diqqət yetirilməli məqamları ümumiləşdirir. Gəlin onda hamısını bir-bir sadalamaq əvəzinə bəlkə ən çox diqqət çəkən bir neçəsinə toxunaq. Məsələn, neyroproqnozlaşdırma. Yəni, ürək dayanmasından sonra beyin funksiyasının necə olacağını təxmin etmək. Burada nə yenilik var? O çox həssas mövzudur. Yenilik odur ki, əvvəllər daha çox pis nəticəni təsdiqləyən əlamətlərə fokuslanırdıqsa, indi həm də yaxşı nəticə ehtimalını dəstəkləyən göstəricilərə də baxırıq. Və bu məqsədlə yeni bir qan biomarkeri də artıq daha çox nəzərə alınır. Neyrofilament yüngül zənciri, qısaca NFL deyirik. Əvvəldən istifadə olunan NSA ilə birlikdə, yüksək NFL səviyyələri əlbəttə tək başına yox, digər müayinələrlə, klinik baxış, EEG, beyin MRC-si filan birlikdə pis nevroloji nəticəyə işarə edə bilər. Amma normal səviyyələr də ümid vericidir. Maraqlıdır. Yəni, təkcə ümidsizlik deyil, həm də ümid işartısını da ölçməyə çalışırıq bir növ. Yaxşı, başqa nə var bu ilk onluqda? Bədən temperaturu məsələsi necədir? Bu barədə çox müzakirələr olub axı. Temperatur nəzarəti, bəli, orada da ciddi dəyişiklik var. Əgər xəstə ürəyi işə düşəndən sonra, biz buna ROSC deyirik özünə, gəlmirsə, yəni komadadırsa, onun bədən temperaturunu aktiv şəkildə idarə etmək lazımdır. Amma yenilik nədir? Artıq konkret 33 dərəcə və ya 36 dərəcə kimi sərt hədəflər yoxdur. İndi tövsiyə olunan hədəf diapazonu daha genişdir. 32 dərəcə Selsi ilə 37,5 dərəcə Selsi arası. Əsas məqsəd qızdırmanın qarşısını almaqdır. Və bu temperatur nəzarəti ən azı 36 saat davam etdirilməlidir. Deməli, əsas odur ki, temperatur nəzarət altında olsun, qızdırma olmasın. Yaxşı, bəs diaqnostika, ürək dayanmasının səbəbini tapmaq üçün nə edilir? Və ürəyə müdaxilələr? Səbəbi tapmaq çox vacibdir. Bunun üçün kompüter tomoqrafiyası, yəni KT, bir də ürəyin ultrasəs müayinəsi, EKG və ya POCUS dediyimiz o yataqbaşı ultrasəs tövsiyə olunur. Bunlar səbəbi və ya fəsadları aşkarlaya bilər. Koronar angioqrafiyaya gəlincə, yəni ürək damarlarının yoxlanması, əgər ürək mənşəli dayanma şübhəsi yüksəkdirsə, xüsusən EKG-də bəzi dəyişikliklər, şok filan varsa, çox vaxt angioqrafiya lazımdır. Amma, və bu vacibdir, əvvəlki kimi hər komadakı xəstəyə təcili angioqrafiya artıq tövsiyə edilmir. Bu da önəmli bir dəyişiklikdir. Anladım. Yəqin o ilk onluqda qan təzyiqi hədəfləri, mexaniki qan dövranı dəstəyi, kimi məsələlər, qıcolmalar, hətta sağ qalanlara, onların ailələrinə dəstək, tibb işçilərinin tükənməsi kimi mövzular da var. Yəni, çox əhatəlidir. Bəli, bəli. Qan təzyiqi minimum 65 mm civə sütunu orta təzyiq, mexaniki dəstəyin rutin istifadə edilməməsi, mioklonusun müalicəsi ilə bağlı yeni yanaşma, qıcolma əleyhinə dərmanlar,
sağ qalanlar və baxıcılar üçün psixoloji dəstək, hətta biz tibb işçilərinin tükənməsinə qarşı müdaxilələr. Hamısı var, kompleks yanaşmadır. Gəlin onda bəzi mövzuları biraz da dərinləşdirək. Məsələn, oksigen. Ürək dayandıqdan sonra beyinə oksigen çatdırmaq həyati vacibdir, bu aydındır. Amma nə qədər oksigen verməliyik? Limiti var, çox versək ziyanı olmaz ki. Çox yerində sualdır. Başlanğıcda, yəni ilk yardım göstəriləndə və qanda oksigen səviyyəsini hələ dəqiq ölçə bilməyəndə, istər barmaqdakı puls oksimetrlə SpO2, istərsə də qan qazı analizi ilə PaO2, o zaman 100% oksigen vermək tövsiyə olunur. Niyə? Təhlükəsiz olsun deyə. Bəli, çünki ən çox qorxduğumuz şey hipoksemiyadır, yəni oksigen çatışmazlığıdır. Beyin buna çox həssasdır, bir neçə dəqiqə bəs edir ki, qalıcı zədə yaransın. Ona görə əvvəlcə maksimum veririk ki, birdən aşağı olmaz. Yaxşı, bəs sonra ölçə bildik, rəqəmlər var, onda necə? Ölçmə mümkün olan kimi hədəf dəyişir və burada da yenilik var. Artıq təkcə hipoksemiyadan yox, həm də hiperoksemiyadan, yəni oksigenin normadan artıq olmasından da qaçmaq lazımdır. Deməli çoxu da ziyandır. Bəli. Subutlar göstərir ki, həddən artıq yüksək oksigen seviyyələri də toxumalara zərər verə bilər. Oksidativ stres deyirik buna. Buna görə də hədəf qanda oksigen saturasiyasını, yəni SpO2-ni 90% ilə 98% arasında saxlamaqdır. Bu da qan qazında PaO2 üçün təxminən 60 ilə 105 mm civə sütunu arasına uyğun gəlir. Yəni, nə çox aşağı, nə də 100%-ə çox yaxın. Bəs bu barmaqdan ölçən puls oksimetrlər həmişə dəqiq göstərir? Məsələn, dəri rənginin fərqi varmı? Daha az dəqiq ola bilir. Bəzən normal SpO2 göstərir, amma əslində qanda oksigen səviyyəsi daha aşağıdır. Gizli hipoksemiya deyirik. Ona görə şübhəli hallarda və ya xəstənin vəziyyəti ağırdırsa, ən yaxşısı arterial qan qazı analizi ilə PO2-ni birbaşa ölçməkdir. Aydındır. Çox sağ olun. Bəs ventilyasiya, yəni süni tənəffüs aparatına qoşulan xəstələrdə karbon qazı səviyyələri necə olmalıdır? Onun da norması var yəqin. Əlbəttə. Karbon qazının səviyyəsi, yəni PaCO2 də çox önəmlidir. Çünki bu, birbaşa beyin qan dövranına təsir edir. Hədəf PaCO2-ni normal fizioloji diapazonda saxlamaqdır. Bu da adətən 35-45 mm civə sütunu arasıdır. Nə çox aşağı olmalıdır, buna hipokapniya deyirik, beyin damarlarını sıxıb qan axınını azalda bilər, nə də çox yuxarı, yəni hiperkapniya olmalıdır. O da beyin daxili təzyiqi artıra bilər. İkisi də zərərlidir. Mən eşitmişdim ki, keçmişdə bəzən CO2-ni biraz yüksək saxlamağın, yəni yüngül hiperkapniyanın bəlkə də faydalı ola biləcəyi düşünülürdü beyin üçün. Bu barədə nə deyilir indi? Elə bir fərziyyə var idi, amma TAMIA adlı çox böyük, beynəlxalq bir tədqiqat bu yaxınlarda bu məsələyə nöqtə qoydu demək olar. Bu tədqiqat göstərdi ki, PaCO2-ni yüngül dərəcədə yüksək, məsələn 50-55 mm civə sütunu saxlamağın normal səviyyədə, yəni 35-45 arası saxlamaqdan heç bir üstünlüyü yoxdur. Nevroloji nəticələr fərqlənmədi. Ona görə standart hədəf normakapniyadır, yəni normal səviyyə. Deməli, normanı hədəfləyirik. Bəli. Onu da deyim ki, PaCO2-ni dəqiq bilmək üçün qan qazı analizi daha etibarlıdır. Çünki bəzən tənəffüs aparatının göstərdiyi nəfəs vermə sonu CO2, yəni end-tidal CO2, qandakı real səviyyəni tam əks etdirməyə bilər, xüsusən qan dövranı qeyri-stabil olanda. Aydındır. Keçək indi qan təzyiqinə. Bu da beyin və digər orqanların qanla təminatı üçün həyati əhəmiyyət daşıyır. Minimum hədəf nə qədər olmalıdır? Niyə məhz o rəqəm? Əsas məqsəd hipotensiyadan, yəni təhlükəli dərəcədə aşağı qan təzyiqindən qaçmaqdır. Bu çox vacibdir. Təlimatlar tövsiyə edir ki, minimum orta arterial təzyiq, qısaca OAT, MAP deyirik ingiliscə, ən azı 65 mm civə sütunu səviyyəsində saxlanılsın. Orta arterial təzyiq dediniz. Bu sistolik və diastolik təzyiqlərin birlikdə hesablandığı bir göstəricidir. Orqanların qanla təminatını, yəni perfuziyasını daha yaxşı əks etdirir. Bəs niyə məhz 65? Məsələn, 75 və ya 80 hədəfləsək daha yaxşı olmazmı? Daha çox qan gedər beyinə. Bax, bu sualı bir neçə böyük, randomizə olunmuş tədqiqat araşdırıb və nəticə nə olub?
Göstəriblər ki, OIT hədəfini daha yüksək, məsələn 70-75 və ya hətta daha yuxarı təyin etməyin 65 mm civə sütunu hədəfi ilə müqayisədə sağalma və ya nevroloji nəticələr baxımından aydın bir üstünlüyü yoxdur. Heç bir fərqi yoxdur. Əhəmiyyətli fərq yoxdur, amma daha yüksək hədəf üçün daha çox dərman, yəni vazopressor istifadə etmək lazım gəlir. Bu da özlüyündə bəzi risklər yarada bilər, məsələn, ürək ritm pozğunluqları, tahikardiya filan. Həmçinin 65 mm civə sütunu sepsis kimi digər kritik vəziyyətlərdə də geniş qəbul olunmuş minimum həddir. Ona görə də hazırda 65 ən ağlabatan minimum hədd kimi qəbul edilir. Bəs təzyiqi qaldırmaq üçün istifadə olunan dərmanlar, o vazopressorlar arasında fərq varmı? Hansısa biri daha yaxşıdır? Hazırda ürək dayanmasından sonraki vəziyyət üçün hansısa bir vazopressorun digərindən açıq-aşkar üstün olduğunu deyə bilmərik. Yəni, güclü sübut yoxdur, amma sepsis kimi əlaqəli vəziyyətlərdəki böyük təcrübəyə və farmakoloji xüsusiyyətlərinə görə norepinefrin, yəni noradrenalin çox vaxt ilk seçim kimi istifadə olunur. Amma bu mütləq deyil. Başqa vazopressorlarda istifadə oluna bilər. Başa düşdüm. Deməli, əsas odur ki, təzyiq 65-dən aşağı düşməsin. İndi gələk diaqnostikaya və ürəklə bağlı müdaxilələrə. Dediniz ki, KT, EKG, ultrasəs. EKG-dan nəyə diqqət yetirilir? Elektrokardioqramma, yəni EKG, mümkün qədər tez çəkilməlidir. Əsas axtarılan şeylərdən biri ST elevasiyalı miokard infarktıdır, qısaca STEMI. Bu, böyük bir ürək damarının tam tutulduğunu göstərən çox spesifik bir əlamətdir və təcili müdaxilə tələb edir. Amma bir nüans var ki, onu bilmək lazımdır. Ürək işə düşdükdən dərhal sonra, məsələn, ilk 10-15 dəqiqədə çəkilən EKG bəzən yanıltıcı ola bilər. Yəni, əslində STEMI olmasa da, EKG-də ona bənzər dəyişikliklər görünə bilər. Bu, reanimasiyanın öz təsiridir. Ona görə tək bir EKG-yə əsaslanmaq olmaz, təkrari EKG çəkmək və digər məlumatlarla birgə dəyərləndirmək vacibdir. Bəs kompüter tomografiyası? Başdan çanağa dək, KT dediniz. O nə üçün lazımdır? KT çox məlumat verə bilər. Birincisi, ürək dayanmasının səbəbini tapa bilər. Məsələn, beyinə qan sızıb, ağciyərə böyük laxta düşüb, aorta damarı yırtılıb, bunları KT göstərə bilər. İkincisi, reanimasiya zamanı fəsadlar yarana bilər, qabırğalar sına bilər, daxili qanaxma ola bilər. KT bunları da aşkarlayır. Bəzi araşdırmalar göstərir ki, bu KT müayinəsi xəstələrin təxminən 1/3-də klinik əhəmiyyətli, yəni müalicəyə təsir edən bir tapıntı aşkarlayır. Amma yəqin riskləri də var. Ağır xəstəni KT-yə aparmaq. Bəli, riskləri də var. Kontrast maddənin böyrəklərə təsiri ola bilər, şüalanma var. Amma ən əsası, bəli, ağır, qeyri-stabil xəstəni reanimasiyadan çıxarıb KT otağına aparmaq, transport zamanı problem yarana bilər. Ona görə hər xəstəyə yox, lazım olan da edilir. Üçüncü də ürəyin ultrasəsi idi, exokardioqrafı və ya POCUS. O nəyi göstərir? Ultrases də çox faydalıdır və yataq başında tez edilə bilər. Məsələn, ürək kisəsinə qan və ya maye yığılıb, ürəyi sıxırmı? Perikard tamponadası deyirik. Sağ mədəcik çox genişlənibmi? Bu, ağciyər emboliyasını işarə edə bilər. Ürək divarlarının hərəkəti pozulubmu? Bu da infarkta şübhə yaradır. Bunları ultrasəslə tez görmək olur. Yaxşı, tutaq ki, EKG, ultrasəs və ya digər əlamətlər ürək problemi olduğunu, məsələn, damar tıxanmasını göstərir. Onda koronar angiografiya, yəni damarların zondla yoxlanılması və lazım gələrsə stent qoyulması, PKI nə vaxt lazımdır? Bu, deyəsən, ən çox müzakirə olunan məsələlərdən biridir, xüsusən xəstə komadadırsa. İkincisi, əgər EKG-də aydın şəkildə STEMI varsa, yəni ST elevasiyası, bu artıq böyük damar tıxanması deməkdir. Bu halda xəstənin huşu yerində olsa da olmasa da, yəni komada olsa belə, təcili adətən 2 saat içində koronar angiografiya və damarın açılması tövsiyə olunur. Bu, demək olar ki, qlobal standartdır, burada çox dəyişiklik yoxdur. Yəni, sistemi varsa, komada olsa belə təcili angiografiya, bəs sistemi yoxdursa?
Əsas dəyişikliklər buradadır. Əgər sistemi yoxdursa, amma ürək mənşəli dayanma şübhəsi yenə də yüksəkdirsə, məsələn, ilkin ürək ritmi şok verilə bilən bir ritm olubsa, VTVF, və ya xəstədə izah olunmayan ürək çatışmazlığı, yəni sol mədəcin yığılma funksiyası çox aşağıdırsa, və ya davam edən ciddi işemiya əlamətləri varsa, bu hallarda angiografiya yenə tövsiyə olunur. Amma mütləq təcili deyil. Xəstəxanadan çıxmazdan əvvəl edilməsi tövsiyə olunur. Bəs STEMI olmayan, amma vəziyyəti çox ağır, qeyri-stabil olan xəstələr, məsələn, kardiogen şokda olanlar. Əgər sistemi yoxdursa, amma xəstə çox qeyri-stabildir, kardiogen şok, təkrarlanan həyati təhlükəli aritmiyalar, davam edən işemiya kimi, bu seçilmiş ağır hallarda yenə təcili angiografiya məqsədə uyğun sayıla bilər. Amma bu, hər kəsə aid deyil. İndi gəldik ən mübahisəli qrupa. Komadadır, amma STEMI yoxdur. Şokda deyil, nisbətən stabil görünür. Onlara nə edilir? Əvvəllər deyəsən onlara da tez-tez təcili angiografiya edirdilər. Əli, bax, məhz bu qrup üçün tövsiyə kökündən dəyişib. COACT və Tomahawk kimi çox böyük randomizə olunmuş tədqiqatlar aparıldı Avropada. Və nəticə nə oldu? Bu tədqiqatlar göstərdi ki, komada olan, STEMI, şok və ya ciddi elektrik qeyri-sabitliyi olmayan xəstələrdə təcili angiografiya etməyin, angiografiyanı biraz gecikdirməkdən və ya xəstə stabilləşəndən, özünə gələndən sonra etməkdən heç bir üstünlüyü yoxdur. Sağ qalma və ya nevroloji nəticə fərqlənmədi. Hətta ziyan ola bilər, dedilər bəziləri. Bəli, bəzi analizlər göstərdi ki, tələsik, təcili müdaxilə hətta bu qrupda riskləri artıra bilər. Çünki angiografiyanın özünün də riskləri var. Ona görə də hazırki 2025 təlimatları çox aydın şəkildə deyir ki, bu spesifik qrup xəstələrdə komada, stemsiz, şoksuz, stabil, rutin təcili angiografiya tövsiyə edilmir. Bu, həqiqətən praktikada böyük bir dəyişiklikdir.